Herkese salam. Kripto Azərbaycan kanalına xoş gəlmisiniz. Mən Xəlil. Bugün videomuzda Twitter'da son zamanlarda hype olan Trade Genius haqqında danışacağıq. Videomuza başlamazdan əvvəl əvvəlki videomuzun çəkilişini edək. Qazananları təbrik edirik. Hər biriniz bizdən $5 mükafat qazandınız. Bu iki nəfər 24 saat ərzində məndən əlaqə saxlasa, əlaqə saxlamasa qazancı digər üçüncü şəxsə keçəcək. Qayıdaq videomuza. Trade Genius nədir? Gəlin öncəliklə qeydiyyat olaq, ondan sonra görüləcək işləmləri, niyə burada işləm görməliyik? Bunun haqqında danışaq. Videonun açıqlamalar bölümündə linki sizinlə paylaşacağam. Linkə tıkladıqdan sonra sağ üstdə sign in bölümünə tıklayırıq. Burada Google, Apple və yaxud da Wallet-dan hesaba giriş edə bilirsiniz. Mən Wallet-dan hesablara giriş edirəm. Mənim birinci hesabım var əslində. Hal-hazırda sizinlə bərabər ikinci hesabımı açıram. IP problemi olarmı bilmirəm. Mən şansımı yoxlayıram. MetaMask-ı seçdim. Buradan EVM-i seçirəm. Burada özümüzə bir nickname seçirik. Daha sonra hesabımızı qorumaq üçün burada nömrəmizlə və yaxud da mailimizlə hesabımızı qoruya bilərik. Mən ikinci hesabımda hal-hazırda bunu etməyəcəm. Ona görə də davam edirəm. Dünən bu platformu işlətməyə başlamışam. Bunun da səbəbi odur ki, Asterdex-in və CZ Binance-in buna dəstək verməsidir və bildiyim qədərilə 6 milyon dollardan çox bir yatırım alıblar. Son illərdə gördüyüm qədərilə CZ-nin, yəni Binance-in köhnə CEO-su deyək, istədiyi vaxt bu cür platformalara hype-ı qaldıra bilir. Buna misal olaraq Asterdex deyə bilərəm. Daha sonra BNB Smart Chain blockchain-də yaranan prediction marketləri misal göstərə bilərəm. Hal-hazırda bu platformda Asterdex tərəfindən və Binance tərəfindən bildiyim qədərilə dəstəklənir, paylaşımlar olunur Twitterda. Son bir neçə gündə xeyli bir hype almağa başladı. İlk vaxtlarda mən girib burada puanlarımı toplayıb, artıq burada xal qazanma ehtimalı azalandan sonra mən buradan balansımı çəkəcəm və airdropumu gözləyəcəm. Lighter-da və Limitless Exchange-də olduğu kimi. Bilirsiniz ki, Lighter və Limitless-i mən sizlərlə paylaşmışdım. Oradan çox yaxşı airdroplar aldıq. Eyni airdropu buradan vermə ehtimalı da var deyə. Ona görə mən burada artıq ikinci hesabımı açmışam və biraz işləmlər edəcəm. Və də qeyd etmək istəyirəm ki, elə yüksək komissiyalar falan da yoxdur. Məncə yatırım tövsiyəsi olmamaqla bərabər bu platformu dəyərləndirməlisiniz. Biraz çox danışdıq. Gəlin indi icraata başlayaq. Burada nələr etməliyik? Platforma qeyd olduqdan sonra biz bura yatırım eləməliyik. Onu da necə? Sağ üstdə depozit bölümünə tıklayırıq. Sui, Solana və EVM var. Biz burada BNB Smart Chain-də işləm görəcəyik, çünki ən ucuz işləm ordadır. Ona görə də gəldi, adresimi buradan kopyalayıram. Öncəliklə bura biraz BNB göndərəcəm. Təxminən 6 dollarlıq bir BNB göndərirəm bura. Saniyəsində zaten balansıma yansıdı sağ üstdə gördüyünüz kimi. İndi isə bura Binance Smart Chain blockchain-də USDT göndərəcəm. 234 dollarlığı da USDT gönderdim. Toplam balansım 240 dollar oldu. Biz burada nə etməliyik? Necə xal qazana bilərik? Burada spin var, yəni çarx çevirmək var. Onları necə eləyəcəyik? Gəlin bir-bir göstərim. Öncəliklə ana səhifədə burada gördüyümüz kimi son dəqiqələrdə, son saatlarda ən çox trade olunan, ən çox alınıb satılan və sair tokenları burada görə bilirik. Burada new bölümünə tıklayanda yeni tokenları da görə bilirik. Panfan kimi düşünün bunu əslində. Daha sonra Launchpad bölümü var. Solana və BNB blockchainlərində yeni çıxan tokenları buradan görə bilirik. Eyni zamanda alım satım da eləyə bilirik. Burada perp bölümü də var, yəni futures bölümüdür. Hyperliquid və Asterdex futures'lardır bildiyimiz kimi. Biz buradan da işləmlər eləyərək əslində buradan xal qazana bilərik, amma mən daha çox, daha asan, daha risksiz bir qazanmanın tərəfində olduğum üçün spotdan alım satım eləyəcəm sadəcə, biraz həzm kasacağam və buradan da point qazanmış olacağam. Bu bölümdə də buradakı bizim balansımızı görürük, nə qədər USDT olduğunu, nə qədər BNB olduğunu və s. Ghost bölümü hələ ki işləmir. Bizə əsas lazım olan bölüm swap bölümüdür, bir də airdrop bölümü olacaq. Swap bölümündə bizlər nə edirik? Öncəliklə bizim burada etməli olduğumuz çox önəmli bir ayar var. Yoxsa belə göstərim sizlərə, biz burada işləmlərdən yüksək fiylər verə bilərik. Gəlir buradan BNB-ni seçdik. Məsələn, deyək ki 234 dollar mən çevirəcəm USDT-yə. Burada gördüyümüz kimi ya fiyləri bağlamışam, bir dəqiqə onu açım buradan. Burada gördüyümüz kimi 3 dolar yaxın bizdən fi tələb edir. Amma əslində elədik. Buradan ayarlara girirəm. Bu bölümdən BNB-ni seçdim. Daha sonra slipajı gətirirəm 0.5-ə və yaxud da 1-ə. Əsas budur, Gwei bölümüdür. Bunu 0.0001 qoyuram, minimuma qoyuram. Eyni zamanda yuxarıda sell düyməsinə tıklayıram. Burada da bunu dəyişdirirəm. Slipajı da 1-ə qoyuram. Daha sonra save edirəm. İndi gördüyünüz kimi 30 sent göstərdi. Amma yenə də 30 sent göstərir. Məsələ də budur ki, Genius fee zaten 0.02 sent komissiya alır sizdən. 2 həftə boyunca bildiyim qədərilə bu komissiyalar belə olacaq. Ondan sonra feelər burada artacaq. Mən də ona görə də hal-hazırda 2 həftə boyunca istəyirəm buradan yüklü şəkildə işləmlər eləyim, xallar qazanım. Ondan sonra istifadəni dayandıracağam zaten. İkinci önəmli nöqtədə ki, USDT USDC paritəsidir. Minimum komissiya burada verirsiniz. Hal-hazırda balansım 240 dollar tam-tamına. Demək olar ki, gəlin bu işləm tamamlayaq, görək bizdən nə qədər komissiyon çıxacaq. İşləm tamamlandı. Hal-hazırda 2.33 GP point də qazanmış oldum. Balansım da 239.9, yəni 10 sent bir komisyon tutdu məndən. Daha sonra gəlirəm airdrop bölümünə. Sizə verdiyim referans linki ilə qeydiyyatdan keçəndə buradan 500 GP, yəni 500 point qazanmış olur. Daha sonra biz burada 10 dəfə işləm etsək 200 XP daha verəcək əlavə. Daha sonra 10.000 dollar həcm eləyəndə əlavə də 1000 XP verəcək. Və biz bu işləmləri tamamlayandan sonra, yəni 10 dəfə işləm eləyəndən və 10.000 dollar həcmi keçəndən sonra biz level 2-yə keçirik. Level 2-də də burada bizim spinimiz var. Spində də müxtəlif mükafatlar var. Biz bu spinləri çevirərək burada mükafatlar qazanacağıq. Gəlin keçək mənim əsas hesabıma. Bu mənim əsas hesabımda. Burada 400 dollar ortalama bir balansım var. 1821 pointim var. Bunu necə əldə eləmişəm? Linkdən qeyd olanda 500 point verir zaten. 1000 buradan gəldi. 1500 oldu.
200 buradan gelmişti. 1700 oldu. 121 point'teki mənim buradakı işlemlerimden gəlib toplamda. Burada gördüğünüz kimi 12.124 dollarlıq bir həcmim var və hal-hazırda spin məndə aktivdir. Amma spin baxımda olduğu üçün hal-hazırda işlemlərə girə bilmirik. Atılandan sonra mən burada spinlərimi çevirəcəm. Burada müxtəlif mükafatlar da qazana bilərəm. Burada həm pointlər qazana bilirəm, həm də 1000 dollara qədər 3 dollarlıq, 5 dollarlıq, 15 dollarlıq və s. meme tokenlarda qazana bilirəm. Mən burada 12.000 dollarlıq bir həcm elədim. Təxminən 3 dollar, 2 dollar civarında bir fee ödəmiş oluram maksimum. Burada növbəti görevləri də göstərim mən sizlərə. 100.000 dollar həcm eləyəndə level 3-ə keçmiş olursunuz. Plus da burada sizə 2000 point daha verəcək. Əlavə olaraq da 100 işləm eləyəndə də 400 point də buradan əlavə sizə verəcək. Referans strukturunu da göstərmək istəyirəm burada sizlərə. Direkt referanslarınızdan 35% yəni ki point gələcək sizə. İkinizdən 10%, üçüncüdən 5%, dördüncüdən də 1% bu şəkildə davam edir. Yəni mən məsləhət görürəm ki, birdən çox hesab eləyəcəksinizsə, bu arada şərt deyil 100, 200, 500 dollar yatırarsanız, bura 40-50 dollar da yatırıb işləm eləyənlər var. Sadəcə birisi nəzədir. Mən burada məsələn tək işləmdə 400-500 dollar həcm eləyəndə, yəni siz orada 8-10 dəfə işləm eləməlisiniz ki, gəlib bu həcmləri çatasınız. Biraz daha yorucu olacaq əlbəttə, amma eləmək mümkündür. Burada tam olaraq göstərirəm ki, biz işləmləri necə edəcəyik. Gəldim bura USDT-ni seçirəm. İkinci də Stable seçirəm buradan. Mouse USDC-yə gətirirəm. Burada BNB-ni seçirəm. Maksimuma tıkladım. İşləmə onaylayıram. Balansa bir dənə diqqət eləyək. Gördüyümüz kimi təxminən 8 sent, 7 sent civarında bir komisyon tutuldu bizə. Bir də unutmadan qeyd etmək istədiyim bir şey var ki, ikinci səviyyəyə gələndən sonra hər gün sizə bir dənə spin verəcək. Əlavə olaraq gün ərzində elədiyiniz hər 10.000 dollar üçün yenə əlavə bir dənə spin verəcək. Son bir neçə gündə platforma çox insan daxil olub. Yəqin ki, irəliləyən günlərdə burada point qazanımını çətinləşdirəcəklər. Ona görə də bir neçə gün ərzində mən bundan faydalanıb maksimum pointlərimi toplamağa çalışacağam. Artıq point qazanma çətinləşəndən sonra balansımı çəkəcəm və airdrop'un gəlməsini gözləyəcəm. Bugünkü videomuz bu qədər də istifadəçilər. Videomuzu bəyənib yorum yazmağı unutmayın. Kanalımıza da abunə olun ki, növbəti videolardan xəbəriniz olsun. Mən Xəlil. Sonraki videolarda görüşənə qədər.